Söz verilir Hacı Əbdülə. Hazırlaşdır Ömərov. Bismillahirrahmanirrahim. Əvvəla nəzərinizə çatdırım ki, bu prezident seçkilərlə əlaqədar olaraq mənim öz şəxsən fikrim ondan ibarətdir ki, mən dünənləri söylədiyim fikrin cavabını almadım. Yəni, o konstitusiya nəzarəti üzrə ki, burada sədr var, kim var, o gəlib gerək onu xırdalamalı idi ki, prezidentin getməsi konstitusiya ilə nə qədər düzdür, nə qədər düzdür. Yəni, mən şəxsən bunda qaranlıqdır mənim üçün, bilmədim və o da gəlib danışmadı. Deməli, prezidentin getməsi haradasa konstitusiyanın pozulmasıdır. Yəni, bu hələ prezidentində qalır mənim nəzərimdə. Bir. İkincisi, bayaqları qardaşımız bir söz danışdı ki, icra hakimləri belə məktub yazır, belə oxuyur. Əlbəttə, icra hakimlərinin arasında yaxşılar da var, pislər də var. Yerinə düşməyən də var, yerinə düşən də var. Elə misal üçün götürək bizim bu Xızı rayonunun icra hakimi. Bu yaxınlarda eşitmişəm ki, rayonda şəhər soveti seçəcəklər. Uşaqların cəmləşdi, getdi, görə ki, nətər seçəcək, necədir. Heç heç yox idi, dalıq edəndə rastlaşdı bir-biri ilə. Qeytdir dala, salam əleykum, xoş beş. Biz bəs eşitmişik ki, şəhər soveti seçəcəklər, gəldik bu məsələni aldı. Baxa görə necə gedir, nətər gedir. Özüm burada avamlığa görə heç bir şeydən xəbəri yoxdur. Nə şəhər soveti, kimdir, nədir, nədir. Bizi daha danışmadı, belə eşitmişik. Xeyli söhbətdən sonra gördü, yox. Bir söhbət yox dedi, hə, var elə bir şey. Olmalıydı, ancaq olmadı. O deputatları ki, mən nəzərdə tuturam ki, olay gəlsinlər, olay gəlməmişdi. Və bir də mən uşaq zat diyorum, çox belə şeylərdən çıxmışam. Çox belə şeylər görmüşəm, özü heç kəsdən də qorxan deyiləm, kimi də xətrim bitir onu qoyacağım. Çox gözəl. Mən ona cavab vermədim, yanımda yoldaşlar da vardı, içəride də bayırdı da, heç özümü vurdum avamlığa, dəyib yoxdur, oldu, keçdi. Bayıra çıxanda da hətta qapıda da bir kinə dayanmışdı, dedi, mən təkrar edirəm, keçidən qorxmuram, kimi xətrim bitir onu da seçəcəyəm. Əlbəttə, belə icra hakimləri çoxdur. Bunların da haqqında fikirləşmək vaxtı gəlib çatacaq. İstər prezident seçkiləri oldu, istər olmadı, bunların da vaxtı var. Mən bunu ürəyimdə saxlaya bilmədim. Gəldim, Rüfət müəllimlə görüşdüm, dedim, Rüfət müəllim. Bax, bu da belə bir icra hakimi. Hələ mən deputatam. Yanına gedmişəm, hələ öz kəndimdir. Gedmişəm, görüm, bu mənlə belə danışdığı bir halda, görün, cəmaat necə danışar. Bu da belə, indi keçək o birisi məsələlərdən birinə. Atalarda bir məsəl var, deyir ki, zülmə, yəni zalimi müdafiə edən zülmə məruz qalacaq. Bir daha da sakit ol. Deyir, zalimi müdafiə edən zülmə məruz qalacaq. Narahat olmuyor. Heç ürəyici daraqdırmıyor. Həbəşistanın imperatoru vardı, Haliyə Seriyasi. Seliyasi dedi. Onu 74-cü ildə Sadılar Taxtacda, o demokratik bloklar birləşdiricə deyildi, Sadılar Taxtacda onların da arasında çaxnaşmaca saldılar, gəldi çıxdı onu yenə Haliyə Mariyam olardı. Gəldi çıxdı oldu, o da ki Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndəsiydi orada. O da bu demokratik qüvvələrə elə bir toy tutdu ki, heç izi tozda qalmadı. Ondan sonra onu da 91-ci ildə xətm elədilər. Sözüm nə dedi? Sözüm ondan ibarətdir ki, qardaşlar, siz ki, bu prezidenti bu yolla, bu qaydanı yola saldınız, narahat olmuyor. Heç darıxmıyor. Yəni, bir göldə qurbağalar quruldayardı həmişə, nə dedi, özümüzə bir padişah seçək. Özlərini bir padişah seçdilər ki, bu qurbağa yaxşıdır, belədir, köktü zatdır. Bir 3 gündən sonra yenə də quruldaşma başladı göldə. Nədir? Dedi, ya bu çox laldır, dinməz, elə oturub baxır, başlasını seçirik. Yenə də başlasını seçdilər, yenə də üstünə quruldanma başladı ki, ya bu da düz gəlmədi. Yəni bu göz sakit olmadı. Allah tərəfindən hazır elə göndərildi ora. Oldu onun padişahı, hansı başın qaldı, qur eləyən kimi tutdu yaxasını oturdu. İndi qardaşlar, nəzərinizə çatdırıram ki, bu günləri prezident ya gərək iki yol var. İki yol var. Ya gərək biz hamımız prezidentimizi götürək, gələk oturtaq, ya da ki, prezident seçkilərinə gedməli ki, quruldayanı götürüb uçsun. Əssalamu aleykum və rəhmətullah və bərəkatuhu.
Sabir bəy. Hörmətli millət vəkilləri,